Osteoxondroz, duzlaşma. Çoxu bu əlamətlərdən əziyyət çəkir, amma bunun üçün çarə hələ də tapılmayıb. Elə bil ki, biz bunun haqqında heç danışmamışıq. İlk öncə şikayətlərdən başlayacağım. Çünki sizdə də bu əlamətlər varsa, demək ki, sizdə də artıq osteoxondroz var deməkdir. Əllərdə uyuşma çeymələrin olması, xüsusilə də barmaq uclarında hissiyatın ölməsi. Əgər uzanan vaxtı bu çeymələr artırsa, demək ki, sizdə duzlaşma var. Növbəti məsələ, boyun arxasından kürəyə doğru yayılan və başın arxasına əhatə edən şiddətli ağrılar. Bu bəzən masaj etdiyimiz zaman yüngülləşməyə başlayır. Yəni, beyin qan dövranı bərpa olunan kimi ağrılar sakitləşir. Niyə? Çünki bizim loridə dediyimiz duzlaşma prosesi həm damarları, həm də sinirləri sıxır. Başa qan işləmədiyinə görə əksər insanlarda baş ağrısı, təzyiqin qalxmasına səbəb olur, yaddaşsızlıq yaranır. Görmədə zəiflik, qulaqda səs-küy, cinciltinin yaranması. Kimisi deyir ki, qulağımdan transformator səsi gelir. Kimisi deyir ki, cincilti var, sanki nəsə uğultu var. Bu tipli səslərin gəlməsi. Əgər sizdə də bu əlamətlər varsa, demək ki, boyun fəqərlərinizdə proses artıq başlayıb və həmin prosesin kökündə nə durur? Kalsiumsuzluq. Yəni, aydın məsələdir ki, heç bir ağrı kəsici, maz və krem bizə xaricdən olmuş bir müdaxilə kimi köməklik göstərməyəcək. Bu problemin daxildə yatan səbəbi sümüklərimizə lazım olan qidaları verməkdən keçir. Bəs hansı kalsiumu içməliyik? Biz hər dəfə vurğulayırıq ki, tiensin kalsiumunu için. Niyə? Çünki tiensin kalsiumu içərisində sənin sümüyünə lazım olan 70 üstü maddəni əhatə edir. Yəni, ekoloji cəhətdən təmizdir. Təbii xammal olduğuna görə birbaşa sənin orqanizmin onu özünki bilib qəbul edir. Tərkibcə emal olunub. Körpədən böyüyə hər bir insanın yaş kateqoriyası üçün əks göstərişsiz allergiya verməyən bir növdür. Çünki içərisində heç bir ballast maddə yoxdur. Üçüncüsü, iyonlaşdırılıb. Bizə məqsəd o lazımdır ki, sizə verdiyimiz kalsium 99% gedib sümüyə çatsın. Dünyada bu kalsiuma qızıl medal verilib ki, iyonlaşdırılıb və hazır fermentasiya olmasına görə. Çünki orqanizmdə çöküntü vermə xüsusiyyəti yoxdur. Və fermentasiya olunub. Fermentasiya demək ki, ətrafına bizim bədənə, nəinki sümüklərə, həm də bədənə lazım olan 70 maddə ilə əhatələnib. Yəni, içərisində həm D vitamini var, həm kalsium var, həm B qrup vitaminləri var. Bədəni 70 üstü maddə ilə təmin edir və avtomatik olaraq qığırdaqlara sümüyə lazım olan maddələr təmin olunarsa, bu problem aradan qalxmış olar. Yetər ki, biz buna dərman kimi yanaşmayaq. Siz bunu mütəmadi istifadə etməlisiniz ki, həmin problem sümüklərdə yenidən baş qaldırır.